Salam dəyərli izləyicilər, biz bu günləri Şəmkir rayonunun Çınar qəsəbəsində Şəhid Etibar Həsənov adına bir saylı tam orta məktəbdəyik. Və burada olmamızın səbəbi odur ki, bir ilə yaxındır ki, təmirə bağlanan məktəb hələ heç bir iş görmürdür. Çox təəssüf verirəm ki, sözlərini əməl eləmədilər, məktəbdə heç bir təmir iş görmürdür. Və bununla bağlı da valideynlər, uşaqlar öz çətinliklərini çəkirlər. Məktəbə gedib gəlməkdə bizim qəsəbənin məktəbi olarlar, Seyfəli kəndində məktəbə gedib gəlirlər. Və çox təəssüf verirəm ki, işə yaxşı baxmırlar, söz verdikləri halda hələ heç bir iş görmürdür. Və bununla bağlı qəsəbə sakinlərindən öz şahidlərini sizə çatdıracağam. Salam əziz tamaşaçılar və sakinlər. Bizim qəsəbəmiz rayonun ən böyük qəsəbəsi olmağına baxmayaraq, burada iki orta məktəb yerləşir. Biri təmirə dayanıbdır, birində də cismin olmağına baxmayaraq uşaq çatışır. Uşaq yerləşə bilmir. Ona görə də uşaqları dağıdıblar başqa kəndlərə. 10 mindən çox ailesi olan bir qəsəbənin məktəbi dayanıbdır. 40 ildən çoxdur bu məktəbin müddəti keçibdir. 21-ci ildən də söz veriblər ki, təmir olunacaq, hələ də olunmur. Dayanıb eləcənə uşaqlar da düşüb çöllərə. Geliş-gəlişi çətinləşib uşaqların əziyyət çəkirlər. Söz verirlər ki, eləyəcək, nə vaxt olunacaq bilinmir. Eləcə də qalıbdır, təmirsiz. Yenə bir dənə yiyəsiz, sahibsiz bir mülkdür. Durub ortalıqda durub eləcə bağlı qalır. Uşaqlar da qalıb çöllərdə, uzaq yollardan gələ bilmirlər, gedə bilmirlər, çətinlik çəkirlər. Xahiş edir, bu haqda bir köməklik göstərəsiniz bizə. Bu məktəbi bərpa edək, uşaqlar qaçsınlar yerinə. Böyük məktəbdir, az qala bir, bəlkə də 1000 nəfər burada şagird oxuyur vaxtı ilə. İndi o uşaqlar hamısı dağılıb çöllərə, hərəsi bir tərəfdə. Çətinliklə olsa da gedib oxuyurlar. Xahiş edib, bu işdə bizə köməklik edəsiniz. Heç bir təşkilat bizə bir şey baxmır, süründürür. Satırlar olacaq, növbəsi çatında olacaq. Nə vaxt olacaq bilinmir. Eləcə də qalıb bərbad halda. Elə bir ki, məktəb bir dənə bir müharibədən çıxmış bir obyektdir. Heç bir yiyəsi sahibi yoxdur, baxan da yoxdur. Salam, hörmətli sakinlər, hörmətli valideynlər. Mənim burada çıxış eləməyim ondan ibarətdir ki, mənim evladım burada təhsil alır, çox əziyyət və əzab çəkirik. 4 kilometr, 5 kilometr, 6 kilometr yol gəlirik. Uşağın soyuq olur, isti olur, yağışlı var, bunun qarı var. Mən özüm 2-ci qrup Qarabağ əlli, Nəsibov Kərim, Şəmkir rayonu Çınalı qəsəbəsinin sakini. Özüm də vətən uğrunda qolumu itirmişəm, bir qolum yoxdur, sağ qolum yoxdur. Mən cənab prezidentdən, onun xanımı Mehriban xanım, vitse prezidenti və təhsil naziri onlardan xahiş edirəm ki, bizim bu şikayətimizə baxsınlar. Artıq dərəcədə yuxarı rəhbərlikdən xahiş edirəm. Məktəbimiz bu vəziyyətdədir, bərbad günündədir, istilik sistemi yox, döşəməsi yox, pəncərəsi yox, qapısı yox. Uşaq gəlir təhsil almağa, xəstələnir, mənim də imkanım yoxdur, qazi adamam, vətəndaşam. Mənim dövlət verən təqaüdlə çətinlik çəkirəm, uşağıma dəvə-dərman alım, bilmirəm, təhsilinə yönəndim və yaxud da evin ərzaqlarını alım və yaxud da digər geyimləri alım. Mən cənab prezidentdən, onun xanımı Mehriban xanımdan, təhsil naziri, sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim bu şikayətlərimizə baxasınız. Bizim qəsəbəmizdə 2 dənə məktəb ola, Etibar Həsənov adına olan məktəbimiz bu vəziyyətdədir. Bizim uşaqlarımız gedib Seyfəli kəndində təhsil alır. Yolumuz uzaq olduğu üçün evladlarımız gedə bilmir, kimin imkanı var, maşın tutub maşınla gedir, kimin imkanı yoxdur, gedə bilmir. Hətta maşın da xarab olur, yararsız olur, uşaq qalır, yağışın, suyun, qarın altında xəstələnir. Mən yenə sizdən, cənab prezident, xahiş edirəm dönə-dönə, Mehriban xanım sizdən xahiş edirəm, təhsil nazirimiz sizdən xahiş edirəm, bizim şikayətimizi işıqlandırasınız və tez bir zamanda bu məktəbin təmiri ilə bağlı bir qərar verəsiniz. Qardaş, bizə verilən məlumata görə 35 ilə yaxındır ki, məktəb bərbad halları təmirsizdir, deyilmi? Bəli. Hal-hazırda 1 ilə yaxındır ki, təmirlə bağlı məktəb bağlanır və tələbələr Köçə Seyfəli kəndində olan məktəb. Bəli. İndi hal-hazırda nə deyirlər bu təmirlə bağlı? Təmirlə bağlı
hələ ki yuxarı rəhbərliyin əmrini gözləyirlər, qərarını gözləyirlər ki, bərpa olunsun. Bizim evladlarımız da gələcəyin əskəri ola bilər, əskəri olacaq, daha doğrusu gələcəyin polisi ola bilər, gözəl məktəbdə təhsil alıb, gələcəyin polisi, gələcəyin həkimi, gələcəyin professori, alimi ola bilər. Biz uşaqlarımızı gözəl müasir məktəbdə təhsil almaqları üçün dövlətimizdən xahiş edirik, müraciət edirik ki, bizim məktəbimizi bərpa eləsinlər. Biz də gözləyirik cənab prezidentin və Mehriban xanımın, təhsil nazirimizin əmrini və bizim məktəbimiz tez bir zamanda bərpa olunsun. Məktəbimiz 1 ilə yaxındır, səhv eləmirəmsə 2 ilə yaxın olmalıdır, bağlanıb. Hələ də qərar qəbul olunmuyor, hələ də işçi qüvvəsi yönəlməyib, burada bərpa işləri, təmiri aparılmıyor. Hələ də gözləmədəyik. Biz də artıq dərəcədə mən öz adımdan, öz yaxınlarım adımdan, onların da balaları burada təhsil alır, öz qardaşımın balaları və yaxud onlar da uzaqdır yolumuz, gəlib gedə bilmirlər. Uşaqlarım mənim neçə dəfələrlə xəstələnib, mən onların dəvə dərmanlarına imkan edib, onlara sağlamlıqları üçün dəvə dərman ala bilməmişəm. Artıq dərəcədə xahiş edirəm ki, bizim bu şikayətimizi nəzərə alsınlar. Tez bir zamanda Şəmkir rayonunun Çinarlı qəsəbəsinin Etibar Həsənov adına bir saylı məktəbimizin təmir və bərpa işlərinə baxılsın. Çox sağ olun, minnətdaram. Çox sağ olun. Dəyərli dostlar, dəyərli izləyicilər, bildiyiniz kimi Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən Şəhid Etibar Həsənov adına məktəb artıq 2-ci tədris ildir ki, təmirə bağlanıbdır. Təmirə bağlandığından da Çinarlı qəsəbəsi sakinləri qonşu Seyfəli kəndindəki məktəbdə dərslərini davam etdirirlər. Və biz də Çinarlı qəsəbəsi sakinləri olaraq dəfələrlə aidiyyatı qurumlara, Təhsil Nazirliyinə və digər müvafiq qurumlara müraciət eləmişik ki, Şəmkir rayon Çinarlı qəsəbəsindəki bir saylı məktəbdə tədrisin hansı səbəbdən dayandığı və niyə bu tədrisin bərpa olunmamasını biz dəfələrlə müraciət eləmişik, hələ də yəni bunu təmin etmirlər. Biz buradan yenə də müvafiq qurumlara, başda Təhsil Naziri Emin Əmirullayevə müraciət edirik ki, Şəmkir rayon Çinarlı qəsəbəsindəki Şəhid Etibar Həsənov adına olan məktəbdə tədrisi bərpa eləsinlər. Və dəfələrlə də müxtəlif televiziyalardan burada çəkilişlər olunubdur. Sinif otaqları, bütünlükdə məktəbin ətrafı, məktəbin içərisi tamamilə bərbad vəziyyətdədir. Biz Təhsil Nazirindən xahiş edirik ki, bura müvafiq öz nümayəndələrini göndərsinlər, araşdırma aparsınlar və burada tədrisi bərpa eləsinlər. Həmçinin də bu məktəb Şəhid Etibar Həsənovun adınadır. Bildiyiniz kimi Etibar Həsənov da Azərbaycan ərazi bütövlüyü uğrunda şəhid olubdur. 1992-ci ildə xüsusilə Gədəbəy istiqamətində gedən döyüşlərdə iştirak edib, Baş kəndin alınmasında, Mutudərən alınmasında xüsusi xidmətlər göstəribdir. Dəlikül dəstəsinin tərkibində döyüşübdür. Və Çinarlı qəsəbəsi bildiyimiz kimi böyük bir qəsəbədir. Bu qəsəbənin əhalisi 10 minə yaxındır. Burada 2 məktəbdə tədris davam eləyir. Təəssüf ki, bugün bir məktəbdə tədris dayanıbdır. Qonşu Seyfəli kəndində tədrisi davam elətdirirlər müəllimlərimiz. Biz istərdik ki, yenə də mən xahiş edirəm Təhsil Nazirindən öz nümayəndələrini göndərsinlər. Bu məktəbdə bir baxış keçirsinlər. Buradakı vəziyyəti yenidən araşdırsınlar və bir qiymətləndirmə aparsınlar. Artıq 2-ci ildir ki, burada tədris dayanıb. Bu nə vaxta qədər davam edəcək bu? Yəni, bugün bildiyimiz kimi Azərbaycanın müxtəlif yerlərində məktəblərin tikintisi, təmir bərpa işi aparılır. Amma 2 ilə yaxındır burada bir dənə olsun belə mismar da olur. Səbəbi nədir? Biz həmçinin izahat da tələb edirik. Çünki 10 minlik qəsəbənin sakinləri hansı səbəbdən başqa bir qəsəbənin, kəndin ərazisindəki məktəblərə getməlidir? Bunun qışı var, bunun istisi var, bunun yəni bütün bunları nəzərə almaq lazımdır. Mən bir daha aidiyyatı qurumlardan, aidiyyatı şəxslərdən xahiş edirəm ki, Çinarlı qəsəbəsindəki bu vəziyyətdə olan, təmir bərpaya ehtiyacı olan məktəbin təmir bərpasını həyata keçirsinlər və qəsəbə sakinləri öz təhsillərini burada davam etdirsinlər. Çox sağ olun.
Çınar TV her zaman sizinle, sizin kanalınız. Salam dəyərli izləyicilər, biz bu günləri Şəmkir rayonunun Çınar qəsəbəsində Şəhid Etibar Həsənov adına bir saylı tam orta məktəbdəyik. Və burada olmamızın səbəbi odur ki, bir ilə yaxındır ki, təmirə bağlanan məktəb hələ heç bir iş görmürdür. Çox təəssüf verirəm ki, sözlərini əməl eləmədilər, məktəbdə heç bir təmir iş görmürdür. Və bununla bağlı da valideynlər, uşaqlar çətinliklərini çəkirlər, məktəbə gedib gəlməkdə. Bizim qəsəbənin məktəbi oralar, Seyfəli kəndində məktəbə gedib gəlirlər. Və çox təəssüf verirəm ki, işə yaxşı baxmırlar, söz verdikləri halda hələ heç bir iş görmürdür. Və bununla bağlı qəsəbə sakinlərindən öz şikayətlərini sizə çatdıracağam. Salam əziz tamaşaçılar və sakinlər. Bizim qəsəbəmiz rayonun ən böyük qəsəbəsi olmağına baxmayaraq, burada iki orta məktəb yerləşir. Biri təmirə dayanıbdır, birində də iki smen olmağına baxmayaraq uşaq çatışır. Uşaq yerləşə bilmir. Ona görə də uşaqları dağıdıblar başqa kəndlərə. 10 mindən çox ailesi olan bir qəsəbənin məktəbi dayanıbdır. 40 ildən çoxdur bu məktəbin müddəti keçibdir. 21-ci ildən də söz verirlər ki, təmir olunacaq, hələ də olunmur. Dayanıb eləcənə uşaqlar da düşüb çöllərə, gediş-gəlişi çətinləşib uşaqların əziyyət çəkirlər. Söz verirlər ki, eləyəcək, nə vaxt olunacaq bilinmir. Eləcə də qalıbdır, təmirsiz. Elə bir dənə yiyəsiz, sahibsiz bir mülkdür. Durub ortalıqda durum eləcə bağlı qalır. Uşaqlar da qalıb çöllərdə, uzaq yollardan gələ bilmirlər, gedə bilmirlər, çətinlik çəkirlər. Xahiş edir, bu haqda bir köməklik göstərəsin bizə. Bu məktəbi bərpa edək, uşaqlar qayıtsınlar yerinə. Böyük məktəbdir, az qala bir, bəlkə də 1000 nəfər burada şagird oxuyub vaxtilə. İndi o uşaqlar hamısı dağılıb çöllərə, hərəsi bir tərəfdə. Çətinliklə olsa da gedib oxuyurlar. Xahiş edib, bu işdə bizə köməklik edəsiniz. Heç bir təşkilat bizi bir şey baxmır, süründürür. Satırlar olacaq, növbəsi çatında olacaq. Nə vaxt olacaq bilinmir. Eləcə də qalıb bərbad halda. Elə bir ki, məktəb bir dənə bir müharibədən çıxmış bir obyektdir. Heç bir yiyəsi sahibi da yoxdur, baxan da yoxdur. Salam, hörmətli sakinlər, hörmətli valideynlər. Mənim burada çıxış eləməyim ondan ibarətdir ki, mənim evladım burada təhsil alır, çox əziyyət və əzab çəkirik. 4 kilometr, 5 kilometr, 6 kilometr yol gəlirik. Uşağım soyuq olur, isti olur, yağışlı var, bunun qarı var. Mən özüm 2-ci qrup Qarabağ əlli, Nəsibov Kərim, Şəmkir rayonu Çınalı qəsəbəsinin sakini. Özüm də vətən uğrunda qolumu itirmişəm, bir qolum yoxdur, sağ qolum yoxdur. Mən cənab prezidentdən, onun xanımı Mehriban xanım, vitse prezidenti və təhsil naziri onlardan xahiş edirəm ki, bizim bu şikayətimizə baxsınlar. Artıq dərəcədə yuxarı rəhbərlikdən xahiş edirəm. Məktəbimiz bu vəziyyətdədir, bərbad günündədir, istilik sistemi yox, döşəməsi yox, pəncərəsi yox, qapısı yox. Uşaq gəlir təhsil almağa, xəstələnir, mənim də imkanım yoxdur, qazi adamam, vətəndaşam. Mənim dövlət verən təqaüdlə çətinlik çəkirəm, uşağıma dəvə-dərman alın, bilmirəm, təhsilinə yönəndim və yaxud da evin ərzaqlarını alın və yaxud da digər geyimləri alın. Mən cənab prezidentdən, onun xanımı Mehriban xanımla, təhsil naziri, sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim bu şikayətlərimizə baxasınız. Bizim qəsəbəmizdə 2 dənə məktəb ola, Etibar Həsənov adına olan məktəbimiz bu vəziyyətdədir. Bizim uşaqlarımız gedib Seyfəli kəndində təhsil alır. Yolumuz uzaq olduğu üçün evladlarımız gedə bilmir,
Kimin imkanı var, maşın tutub maşınla gedir, kimin imkanı yoxdur, gedə bilmir. Hətta maşın da xarab olur, yararsız olur, uşaq qalır yağışın, suyun, qarın altında xəstələnir. Mən yenə sizdən, cənab prezident, xahiş edirəm dönə-dönə, Mehriban xanım sizdən xahiş edirəm, Təhsil Nazirimiz sizdən xahiş edirəm, bizim şikayətimizi işıqlandırasınız və tez bir zamanda bu məktəbin təmiri ilə bağlı bir qərar verəsiniz. Qardaş, bizə verilən məlumata görə 35 ilə yaxındır ki, bu məktəb bərpa halları təmirsizdir, düzdürmü? Bəli. Hal-hazırda 1 ilə yaxındır ki, təmirlə bağlı məktəb bağlanır və tələbələr Köçə Seyfəli kəndində olan məktəb. Bəli. Hal-hazırda nə deyirlər bu təmirlə bağlı? Təmirlə bağlı hələ ki, yuxarı rəhbərliyin əmrini gözləyirlər, qərarını gözləyirlər ki, bərpa olunsun. Bizim evladlarımız da gələcəyin əskəri ola bilər, əskəri olacaq, daha doğrusu gələcəyin polisi ola bilər, gözəl məktəbdə təhsil alıb, gələcəyin polisi, gələcəyin həkimi, gələcəyin professori, alimi ola bilər. Biz uşaqlarımızı gözəl müasir məktəbdə təhsil almaqları üçün dövlətimizdən xahiş edirik, müraciət edirik ki, bizim məktəbimizi bərpa eləsinlər. Biz də gözləyirik cənab prezidentin və Mehriban xanımın, Təhsil Nazirimizin əmrini və bizim məktəbimiz tez bir zamanda bərpa olunsun. Məktəbimiz 1 ilə yaxındır, səhv eləmirəmsə 2 ilə yaxın olmalıdır, bağlanıb. Hələ də qərar qəbul olunmuyor, hələ də işçi qüvvəsi yönəlməyib, burada bərpa işləri, təmiri aparılmıyor. Hələ də gözləmədəyik. Biz də artıq dərəcədə mən öz adımdan, öz yaxınlarım adımdan, onların da balaları burada təhsil alır, öz qardaşımın balaları və yaxud onlar da uzaqdır yolumuz, gəlib gedə bilmirlər. Uşaqlarım mənim neçə dəfələrlə xəstələnib, mən onların dəvə dərmanlarına imkan edib, onlara sağlamlıqları üçün dəvə dərman ala bilməmişəm. Artıq dərəcədə xahiş edirəm ki, bizim bu şikayətimizi nəzərə alsınlar. Tez bir zamanda Şəmkir rayonunun Çinarlı qəsəbəsinin Etibar Həsənov adına bir saylı məktəbimizin təmir və bərpa işlərinə baxılsın. Çox sağ olun, minnətdaram. Çox sağ olun. Dəyərli dostlar, dəyərli izləyicilər, bildiyiniz kimi Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən Şəhid Etibar Həsənov adına məktəb artıq 2-ci tədris ildir ki, təmirə bağlanıbdır. Təmirə bağlandığından da Çinarlı qəsəbəsi sakinləri qonşu Seyfəli kəndindəki məktəbdə dərslərini davam etdirirlər. Və biz də Çinarlı qəsəbəsi sakinləri olaraq dəfələrlə aidiyyatı qurumlara, Təhsil Nazirliyinə və digər müvafiq qurumlara müraciət eləmişik ki, Şəmkir rayon Çinarlı qəsəbəsindəki bir saylı məktəbdə tədrisin hansı səbəbdən dayandığı və niyə bu tədrisin bərpa olunmamasını biz dəfələrlə müraciət eləmişik, hələ də yəni bunu təmin etmirlər. Biz buradan yenə də müvafiq qurumlara, başda Təhsil Naziri Emin Əmrullayeva müraciət edirik ki, Şəmkir rayon Çinarlı qəsəbəsindəki Şəhid Etibar Həsənov adına olan məktəbdə tədrisi bərpa eləsinlər. Və dəfələrlə də müxtəlif televiziyalardan burada çəkilişlər olunubdur. Sinif otaqları, bütünlükdə məktəbin ətrafı, məktəbin içərisi tamamilə bərbad vəziyyətdədir. Biz Təhsil Nazirindən xahiş edirik ki, bura müvafiq öz nümayəndələrini göndərsinlər, araşdırma aparsınlar və burada tədrisi bərpa eləsinlər. Həmçinin də bu məktəb Şəhid Etibar Həsənovun adına bildiyiniz kimi Etibar Həsənov da Azərbaycan ərazi bütövlüyü uğrunda şəhid olubdur. 1992-ci ildə xüsusilə Gədəbəy istiqamətində gedən döyüşlərdə iştirak edib, baş kəndin alınmasında, Mutudərən alınmasında xüsusi xidmətlər göstəribdir. Dəlikül dəstəsinin tərkibində döyüşübdür. Və Çinarlı qəsəbəsi bildiyimiz kimi böyük bir qəsəbədir. Bu qəsəbənin əhalisi 10 minə yaxındır. Burada 2 məktəbdə tədris davam eləyir. Təəssüf ki, bugün bir məktəbdə tədris dayanıbdır. Qonşu Seyfəli kəndində tədrisi davam elətdirirlər müəllimlərimiz. Biz istərdik ki, yenə də mən xahiş edirəm Təhsil Nazirindən öz nümayəndələrini göndərsinlər bu məktəbdə bir baxış keçirsinlər və buradakı vəziyyəti yenidən araşdırsınlar və bir qiymətləndirmə aparsınlar. Artıq 2-ci ildir ki, burada tədris dayanır. Bu nə vaxta qədər davam edəcək bu? Yəni, bugün bildiyimiz kimi Azərbaycanın müxtəlif yerlərində məktəblərin tikintisi, təmir bərpa işi aparılır.
Amma 2 ilə yaxındır burada bir dənə olsun belə mismar da səbəbi nədir? Biz həmçinin izahat da tələb edirik. Çünki 10 minlik qəsəbənin sakinləri hansı səbəbdən başqa bir qəsəbənin, kəndin ərazisindəki məktəblərə gedirlərdir? Bunun qışı var, bunun istisi var, bunun yəni bütün bunları nəzərə almaq lazımdır. Mən bir daha aidiyyatı qurumlardan, aidiyyatı şəxslərdən xahiş edirəm ki, Çınarlı qəsəbəsindəki bu vəziyyətdə olan, təmir bərpaya ehtiyacı olan məktəbin təmir bərpasını həyata keçirsinlər və qəsəbə sakinləri öz təhsillərini burada davam edirsin. Çox sağ olun. Çınar TV hər zaman sizinlə sizin kanalınız. Nə qapısı var, nə də ki pəncərəsi. Diqqətlə baxsan, qəzalı vəziyyətdə də deyil. Amma həm də bir növ tərk edilmiş viranəliyə bənzəyir. Söhbət Şəmkir rayonunda yerləşən təhsil ocağından gedir. Şəmkir rayonunun Çınarlı qəsəbəsindəki bir saylı məktəb o vəziyyətə düşüb ki, yararsız döşəmələr sökülərək qışda odun kimi istifadə edilir. Amma təəssüf ki, Şəmkir rayonu Çınarlı qəsəbəsinin bir saylı tam orta məktəbinin şagirdləri mahnıda oxunduğu kimi heç də özlərini bəxtəvər sanmırlar. Belə getsə, bu məktəb şagirdsiz qalacaq. Vaxtı ilə 800 yerlik olan bina o qədər bərbad vəziyyətdədir ki, indi cəmi 300 şagird qalıb. Söhbət Şəmkir rayonunun Çınarlı qəsəbəsində yerləşən Şəhid Etibar Həsənov adının bir saylı tam orta məktəbdən gedir. Bir daha aidiyyatı qurumlardan xahiş edirik ki, burada göstərilən problemlərə diqqət ayırsınlar. Yəni, onlar bu məsələni həll edəcək, biz onlara təşəkkür edəcək, onların uğurları olacaq. Elə ilk olaraq da gəlin vətəndaşların göndərdiyi əsas problemlərə keçid alaq. Gördüyünüz kimi bu məktəb çox bərbad haldadır. Nə qapısı var, nə pəncərəsi var, nə də polu var. 30 il ərzində heç bir iş görmübdür. Kanalımıza müraciət edən Şəmkir rayon sakini Bəhman İsmailov bildirir ki, Şəhid Etibar Həsənov adına olan bir saylı tam orta məktəb çox bərbad vəziyyətdədir. Şagirdlər qış aylarında demək olar ki, məktəbə gedə bilmirlər. Gedəndə də tez-tez xəstələnirlər. Baxımsız sinif otaqları və dəhlizlər, qırıq ayna və qapılar, şüşəsiz pəncərələr. Görüntülər Şəmkirin Çınarlı qəsəbəsindəki Şəhid Etibar Həsənov adına bir saylı məktəbdəndir. Mesajlara tamaşaçımız yazıb ki, Şəmkirin Çınarlı qəsəbəsində bir saylı məktəbin nə qapısı var, nə pəncərəsi. Yağış yağır, yer də, polu da yoxdur deyir. Ona görə uşaqların paltarları səliqəli qalmır. Şəmkirin Çınarlı qəsəbəsi. Əzizlər, gördüyünüz kimi bu məktəb 30 ildən çoxdur ki, bu vəziyyətləri bu durumdadır. Gördüyünüz kimi biz hardasa bir neçə aylardır, bir yaxındır ki, mübarizələr aparırıq ki, inşallah şəhidimizin adını daşıyan bu məktəb tez bir zamanda təmin olunsun və burada şagirdlər sağlam bir şəkildə öz dərslərini çəksinlər. Gördüyünüz kimi məktəb çox bərbad bir gündədir, qapısı yox, pəncərəsi yox. Dəfələrdən bu məktəb haqqında öz şahidimizi bildirsək də, hal-hazırda heç bir dəyişiklik yoxdur. Bir çox sinif otaqlarında isə nəinki qapı və pəncərə, heç döşəmə taxtaları da yoxdur. Valideynlər deyir ki, zamanla dağılıb sıradan çıxan döşəmə taxtaları soyuq qış aylarında sinif otaqlarını isitmək üçün yanacaq kimi istifadə olunur. Vaxtı ilə bu geniş və işıqlı olan sinif otağı hal-hazırda istifadə olunmur. Buna səbəb isə sinif otağının tamamilə yararsız vəziyyətdə olmasıdır. Məktəbin mövcud vəziyyəti ilə bağlı ən çox narahatlıq keçirənlərdən biri də adını daşıdığı Şəhid Etibar Həsənovun anasıdır. Mən bu məktəbi əməlli başlı gül kimi görsəm, elə bilərəm balam yaşayır.
Yəni balamın adınadır. Heç olmasa onun adına gedən məktəb bizi diriltsin. Məktəbin ən böyük problemlərindən biri də istilik sisteminin olmamasıdır. Siniflərdə odun sobaları qurulsa da, qapı pəncərələrin yararsız vəziyyətdə olması otaqların isinməsinə imkan vermir. Şəhid Etibar Həsənovun anası da övladının adını daşıyan məktəbin bu vəziyyətdə olmasından narazıdır. Mənim oğlum da gör bu məktəbdə oxuyub, qutarıb, 30 ildir şəhiddir. Onun adını daşıyır, amma mən onun adına yaraşdırmıram. Elə valideynlər var, buradan uşaqlarını köçürdüb o biri məktəblərə qoyub. Məktəbin acınacaqlı vəziyyətindən ən çox narahatlıq keçirənsə adını daşıdığı şəhid Etibar Həsənovun anasıdır. Onun adına olan məktəbi, onun kimi, gül kimi görsəm, elə bilərəm oğlum yaşayır. Bilirsən nə var? Amma bunun məktəbini belə görəndə, vallahi balamın ürfaqı elə bir yaşamır. 92-ci ildə nə qədər dəfələrlə yazmışam, mən anayam, gözəmirəm. Mənim uşağım bu dəqiqə mənim nəvələrim burada oxuyur. Yazmışam, gəliblər, çəkiliblər, amma davamını görmürəm. Mənim nəvəm bu məktəbin yanında olur, bura gəlmədi. Çünki şəraiti yoxdur, bərbad haldadır. Müəllim var, yaxşı müəllimləri var. Şərait yoxdur, nə şərait edəsiniz? Özünüz gördünüz də, baxdınız. Ona görə də o bir məktəbə bağlı qoymuşuq. Tikilən gündən bugünkü günə kimi hələ burada bir təmir iş görülməyibdir. 800 nəfəri məktəb, indi olubdur 300 nəfəri, o da heç tam gəlmir. O da günü-gündən azala gedir. Nə qapısı var, nə polu var, nə pəncərəsi. Bilmirik biz uşağın təhsilindən maraqlanaq, yoxsa sağlamlıqla maraqlanaq. Paslayan aparıq həkimlərə. Çünki pəncərələr yox, bütün günü soyuq. Pəncərələr yox, pol yox, qapı yox. Ona görə də uşaqlar gələ bilmirlər. Gələn uşaq xəstələnir, bir dünya müalicəyə pul gedir, həkimlərə qalırlar. Bu sinifi polunu söküb, obsiddə yandırırlar. Yəni vəziyyət çox bərpa pis haldadır. Aynaları salafan çəkirlər. Bu gün salafan çəkir, sabah külək olan kimi böyük aynadır. Qış sezonu demək olar ki, davamiyyət yoxdur. Nəyə görə soyuq, şərait yoxdur, istilik yoxdur. İstilik olsa yaxşı olar məktəb. Uşaqlarımız da təhsil ala bilər. Çınarlı qəsəbəsinin sakiniyəm. Hüseynov Almaz qoca qızı. Mənim nəvələrim də bu məktəbdə oxuyur. Nə yanacağı var, nə polu var, nə patoloku var. Bir dənə bir düzəməlli istilik sistemi yox, bir şey yox. Biz buraya gəlişmişik ona görə ki, bizim uşaqlar şəhid Etibar Həsənov adına məktəbdə oxuyur. Müəllimələrdən heç bir narazılığımız yoxdur. Dərslər yüksək səviyyədə keçirilir, ancaq şəraitdən çox narazıyıq. Pol yox, aynalar, şüşələr yox, qabağa qarlı qış gəlir. Mən çox istəyirəm ki, məktəbimiz düzəlsin. Mən hamıya deyim ki, bizim çox qəşəng məktəbimiz var. Vala salam hamınıza. Mən də hamı kimi təzə məktəbdə oxumaq istəyirəm. Bu məktəb çox qırıqdır. Bizim siniflər, nətər deyimi, yoxdur. Sinif çox soyuq olur. Bizim məktəbin qapıları çox pis gündədir. Məktəbin qapıları yoxdur. Bəzi uşaqlar var məktəbə gələndə tez-tez xəstələnir. Buna görə məktəbimiz pis gündədir. Bizim məktəbimiz çox bərbad haldadır. Mən burada oxuyandan yəni yaxşı vəziyyət görməmişəm. Məktəbimizin aynaları, polları, hər şey pis gündədir. Biz də istəyək ki, yaxşı məktəbdə oxuyaq, yaxşı təhsil alaq. Məktəbimizin də yəni belə deyim, pis gündədir. Təmiz heç kim məktəbə gəlmək istəmir vəziyyətə görə. Biz də tez-tez xəstələnirik qış olanda. Etibar Həsənovanda bir saat orta məktəb çox bərbad gündədir. Polları yox. Qışda polları kəsib odun əvəzinə yandırırlar. Biz də istəyək ki, yaxşı məktəbdə təhsil alaq, təhsilimiz yaxşı olsun. Mən 6 ildir bu məktəbdə oxuyuram. 6 ildə mən burada da bir şərait görməmişəm. Yəni bir pollar bərbad gündədir. Odun yandırırıq məktəbdə. Xəstələnirik, məktəbdən qalırıq, təhsil ala bilmirik. Bəzi müəllimlərimiz də bu dəqiqə xəstədir və uşaqlar da daxil ona. Çox soyuqdur. Həqiqətən də çox soyuqdur və biz üşüyürük. Məmmədov Rəhbər Məmmədoğlu. Məktəb haqqında deyə bilərsiniz? Məktəb haqqında məktəbi düzəltmək lazımdır. Mən uşağımız oxuya bilmir, girə bilmir, soyuqdan dura bilmir. Aynalar qırıq, qapılar qırıq. Məktəbin içinə girirəm, nə polu var, nə qapısı var, nə bir şey var. O məktəbdə heç bir şərait görməmişəm. Məndən qabaq oxuyanlar da deyir ki, bu vəziyyət çox pisdir. Biz üşürük, aynalarımız, pəncərələrimiz qırıqdır və biz bu məktəbin təmir olmağını istəyirik. Və sonra
bizim qapılarımız qırılıb. Mən Musayev Elman, mən 6B sinifində oxuyuram. Mən 6 ildir oxuyuram. 6 ildir mən bu məktəbdə şərait görməmişəm. Bizim aynalarımız, pəncərələrimiz qırıqdır. Biz polu pesə yandırıb qızılmaq üçün yandırırıq. Məhəmmədova Aysiyam, 6 ildir bu məktəbdə oxumuşam və mən bu məktəbdə heç şərait görməmişəm. İstərəm ki, məktəbimiz təmir olsun. Hətta dərs keçəndə qorxa-qorxa keçirib, pollar qırıqdır. Məktəbimiz Etibar Həsənovun adınadır. Etibar Həsənov da şəhidimizdir, məktəbimizin adını daşıyır. İstər ki, o da istərdi ki, yəqin ki, qalsa məktəbimiz təmir olsun. Şəmkir rayon Çınarlı qəsəbəsində şəhid Etibar Həsənovun adını daşıyan orta məktəb biabırçı vəziyyətdədir. 30 ildən çoxdur ki, məktəbin əsaslı təmirə ehtiyacı var. Hər tərəfi uçub dağılıb. Artıq elə bir vəziyyət yaranıb ki, şagirdlərin həyatı üçün ciddi təhlükə hökm sürür. Misiya TV-yə şikayət edən Şəmkir rayon Çınarlı qəsəbə sakinlərinin sözlərinə görə şəhid Etibar Həsənovun anası, eləcə də digər valideynlər məktəbin təmiri ilə bağlı dəfələrlə əlaqədar qurumlara müraciət etsələr də bunun heç bir nəticəsi olmayıb. Bugün geridə qalmış Afrika ölkələrində belə bu cür məktəblərə rast gəlmək olmaz. Belə acınacaqlı vəziyyətdə olan məktəbdə hansı təhsildən, hansı elmlə danışmaq olar? Şikayətlərimizə baxan yoxdur deyə şikayətçilər bildirirlər. O da qeyd olunur ki, şagirdlər dərslərdən yayınır və buna görə də kimisə qınamaq olmaz. Çünki söhbət insan həyatına yaranmış təhlükədən gedir. Kadrlardan da göründüyü kimi sinif otaqlarının tavanı, döşəməsi dağılıb, qapı pəncərələr tamamilə sıradan çıxıb. Maraqlıdır, Təhsil Nazirliyinin belə bir məktəbdən, daha doğrusu məktəb adını daşıyan bina qalıqlarından xəbəri varmı? Ümid edirik ki, əlaqədar qurumlar Şəmkir rayonu Çınarlı qəsəbə məktəbinin halına acıyıb müvafiq təmir bərpa işləri başladacaqlar. Məsələ ilə bağlı Şəmkir rayon icra hakimiyyəti ilə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Qurumun rəsmi saytındakı əlaqə bölməsində qeyd olunmuş nömrələrə gün ərzində cavab verən olmadı. Leyla Səməndər, Heydər Həsənli, Misiya TV. Təhsil ocağının nə qapısı var, nə də ki pəncərəsi. Şəmkirin Çınarlı qəsəbəsində məktəb viranə qalıb, valideynlər həyəcan təbili çalır, araşdırmışıq. Nə qapısı var, nə də ki pəncərəsi. Diqqətlə baxsan, qəzalı vəziyyətdə də deyil, amma həm də bir növ tərk edilmiş viranəliyə bənzəyir. Söhbət Şəmkir rayonunda yerləşən təhsil ocağından gedir. Uzun sözün qısası, tam orta məktəbin natamamlıqları saymaqla qutaran deyil. Övladlarını hər gün o məktəbə təhsil arxasınca yola salan valideynlərin şikayəti əsasında Şəmkirin Çınarlı qəsəbəsində yerləşən orta məktəbə yollandıq. İzləyək. Oy, oğul, bəlkə də 50 dəfə deməkdən yoruldum, başına dolanım, yazmaqdan bezdim. Həftənin o başı, bu başı uşaq xəstəxanaya müalicə alır. Uşaqlar pol yeri, pol yarılır, yoxdur, ayna yox, qapı yox. İlk baxışdan qorxu filmlərinin pavilyonuna bənzəsə də, bura hazırda yüzlərlə şagirdin təhsil aldığı məktəb binasıdır. Görüntülər Şəmkir rayonu Çınarlı qəsəbəsi Etibar Həsənov adına tam orta məktəbdəndir. Maraqlısı ondadır ki, tərk edilmiş viranəlikdən fərqlənməyən bu tikilinin sinif otaqlarında hər gün dərs keçilir. Sinif otağı dedikdə gözünüzdə canlanan mənzərəni yaddan çıxarın. Çünki Çınarlı qəsəbə məktəbinin otaqları həmin stereotipləri yerlə bir edəcək. Məsələn, buradakı otaqları bir-birindən ayıran sadəcə köhnə, ovulub tökülən divarlardır. Siniflərin nə qapısı var, nə də pəncərəsi. Yaxşı deyiblər, görü var ki, kəfəni də olsun. Belə ki, məktəbdə heç döşəmə də yoxdur. Bəzi yerlərdə çürümüş taxta döşəmə qalıqları olsa da, bəzi otaqlar sanki dəniz kənarı qumsaldır. Binadakı ekskursiyamıza bir qədər fasilə verib onu da qeyd edim ki, binanın çölü də içindən geri qalmır. Pəncərələr şüşə üzünə, şagirdlər və məktəb kollektivi isə istiliyə həsrət qalıblar. 88-də təhvil verdik buranı, bax bu binanı, 88-də. O vaxtdan da bərbad günəş küfdə, yəni dedim. Yox, olunmuyubdur. 88-dən bura təmir olunmuyubdur. Uşaqlar pol yeri, pol yarılır, yoxdur, ayna yox, qapı yox. İstiliyi, soğuğu, atəflərlə yalandan şəkildir ora qoyulub. Amma burada su qızırdı, buradan verilirdi pramay bura. İndi yoxdur. Heç olmasa bir gələndə bir isti yerdə otursunlar. Bilsinlər ki, valideyn uşağı göndərəndə uşaq xəstələnməyəcəkdir. Nəyə görə? Uşağı mən bərbad vəziyyət məktəbə göndərməliyəm.
İstilik demişkən, təhsil ocağının istiliyi odun sobaları ilə təmin olunur. Daha doğrusu buna cəhd edilir. Təsəvvür edin, qapısı pəncərəsi qırıq binanı isitmək nə dərəcədə ağla sığandı. Övladını təhsil ardınca yollayan valideynlərin əsas gileygüzarı da məhz budur. Yeni tədris ilinin başlamasından heç bir ay keçməyib. Amma bu məktəbin şagirdləri çoxdan dava dərmana möhtac qalıb. Məktəbimizdə qazanxanası yoxdur. Məktəbimizin aynaları təmiz, hamısı yağınlıq ucbatından hamısı çürüyüb. Aynalarımız pis vəziyyətdədir. İçəridə soyuq olur, uşaqların xəstələnməsinə səbəb olur. Həftənin bu başı uşaq xəstəxanaya müalicə alır. Onun da heç bir xeyri yoxdur. Uşaqlarımız dərsdən yayınır. 35 ildən çox ki, bərbad gündədir. Nə qapısı var, nə pəncərəsi var, nə polu var. Yəni odun yanırlar. Odun yanılmağın bir mənası yoxdur. Çünki qapı pəncərə olmayanda nə xeyri var o? Yağış damlayıb, bütün günü suyun içindədir. Xəstələnirlər, pastan aparır həkimlərə. Şikayətçilərlə söhbət zamanı o da məlum oldu ki, tədris müəssisəsində heç sanitar qovşağı da yoxdur. Sinif otaqlarında rast gəlinən 1-2 qırıq partanı nəzərə almasaq, məktəbi elm ocağı edən əsas hissə kitabxana olub. Təəssüf ki, bir neçə gün əvvəl yağan mövsümi yağışlar kitabxanaya dolub. Nəticə etibarilə bütün dərsliklər və kitablar məhv olub. Yəqin ki, qeyd etməyimə ehtiyac yoxdur. Bəli, tikilinin dam örtüyü də özü kimi istismar müddətini çoxdan başa vurub. Beləliklə yağan yağışlar tək sinif otaqlarını yox, elə sakinlərin səbir kasasında doldurub. Oy, oğul, bəlkə də 50 dəfə məktublar yazmışam. Heç nə, yaxşı da bu. Oturaq yerləri yox, uçubdur. Bu dəqiqə ayağını polun üstündə ayağını keçir polun altına, elə sinif olur, elə məktəb olur, qurban olum. Deməkdən yoruldum, başına dolanım, yazmaqdan bezdim. Şikayətçilərin sözlərinə görə ard-arda etdikləri şikayətlərə 2011-ci ildə cavab alıblar. Bildirilib ki, yaxın vaxtlarda məktəb əsaslı şəkildə təmir olunacaq. Verilən vədə əməl olunub-olunmadığı isə göz önündədir. Əlqərəz, Çınarlı qəsəbə tam orta məktəbinin müqəddəratı ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən xəbər aldıq. İdarənin baş məsləhətçisi Nəcibə Vəliyeva Qasımova bildirdi ki, Bildiririk ki, adı çəkilən Şəmkir rayon Çınarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin cari vəziyyəti ilə bağlı məlumatlıyıq. Çınarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin qarşıdakı dövrlərdə təmiri nəzərdə tutulub. Son 2 ildə Qazax Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 70-dən çox məktəbdə cari, 4-ündə əsaslı təmir işləri aparılıb, 4 məktəb binası sökülərək yenidən inşa edilmişdir. Qeyd edək ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəllik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Məktəb binası tam olaraq nə zaman əsaslı təmirə bağlanacaq, bunu deyə bilmərik. Bircə bunu bilib, bunu deyirik ki, rahat və təhlükəsiz şərait keyfiyyətli təhsilin ayrılmaz hissəsidir. Yeri gəlmişkən hazırda problemlə üz-üzə qalıb, probleminin qısa zamanda müsbət həllini görmək istəyənlər. Məncə artıq hara müraciət etməli olduğunuzu yaxşı bilirsiniz. Hər ehtimala qaynar xəttimiz 055 510 0202 nömrəsini bir daha diqqətinizə çatdırmaq istəyirəm. Problemləri bitməyən məktəblə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sadəcə bildirdilər ki, məktəbin təmir olunması gözlənilir. Məsələ ilə bağlı bildirmək istəyirik ki, Çınarlı qəsəbə 1 saylı tam orta məktəb 2019-2023-cü illər regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb, təmir olunması gözlənilir. İstiliklə bağlı isə qış aylarında Çınarlı qəsəbə 1 saylı tam orta məktəb lazımı qədər yanacaqla təmin olunacaq. Məsələ ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəb təmiri planlaşdırılan təhsil ocaqlarının siyahısına salınıb. Regionların sosial-iqtisadi inkişaf proqramına əsasən bir sıra məktəblər 2019-23-cü illərdə plana salınıb. Onların içərisində Şəmkir rayon Çınarlı qəsəbə 1 saylı tam orta məktəbdə var. Məktəbin kollektivi və valideynlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də hələ ki bir nəticə yoxdur. Qazax Tovuz Regional Təhsil İdarəsindən ATV xəbərə bildirildi ki, məktəbin təmiri regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb. Təhsil ocağı gələn il əsaslı şəkildə təmir olunacaq. Məsələ ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən münasibət öyrəndik. Şəmkir rayon Çınarlı qəsəbə 1 saylı tam orta məktəbin mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq. Bu barədə bildirmək istəyirik ki,
regionların sosial-iqtisadi inkişaf proqramına əsasən 2019-23-cü illərdə proqrama salınmış məktəblər təmir olunması gözlənilir. Onların içərisində Şəmkir rayon Çınarlı qəsəbə bir saylı tam orta məktəbdə var. Şəhid adını daşıyan bir təhsil ocağının bu cür bərbad vəziyyətdə olması həqiqətən də utanc vericidir. Ümid edirik bu görüntüləri Təhsil Nazirliyi də izləyəcək və lazımi tədbirlər görüləcək. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Baxımsız sinif otaqları və dəhlizlər, qırıq ayna və qapılar, şüşəsiz pəncərələr. Görüntülər Şəmkirin Çınarlı qəsəbəsindəki Şəhid Etibar Həsənov adına bir saylı məktəbdəndir. Yağış davam edən məşəsi olur buralar. Uşağı bura gətirib məktəbə qoymaq istəyəndə qoya bilmirik. Çünki xəstələnirlər, pis gündə olur. 30 ilə yaxındır ki, təmir olmayan məktəbin bir çox sinifləri yararsız halda olduğundan istifadə olunmur. İstifadə olunan siniflərin isə bir çoxunda qapı və pəncərələr bu cür yararsız halda olduğundan hər qış siniflərin isidilməsi problemə çevrilir. İstərdik ki, verilişimizə baxan aidiyyəti qurumların əməkdaşları Şəmkir rayonu Çınarlı qəsəbəsinin belə acınacaqlı vəziyyətdə olan bir saylı tam orta məktəbinin binasını tezliklə təmir edəcəklər. Nə qapısı var, nə də ki pəncərəsi. Diqqətlə baxsan, qəzalı vəziyyətdə də deyil. Amma həm də bir növ tərk edilmiş viranəliyə bənzəyir. Söhbət Şəmkir rayonunda yerləşən təhsil ocağından gedir. Şəmkir rayonunun Çınarlı qəsəbəsindəki bir saylı məktəb o vəziyyətə düşüb ki, yararsız döşəmələr sökülərək qışda odun kimi istifadə edilir. Amma təəssüf ki, Şəmkir rayonu Çınarlı qəsəbəsinin bir saylı tam orta məktəbinin şagirdləri mahnıda oxunduğu kimi heç də özlərini bəxtəvər sanmırlar. Belə getsə, bu məktəb şagirdsiz qalacaq. Vaxtı ilə 800 yerlik olan bina o qədər bərbad vəziyyətdədir ki, indi cəmi 300 şagird qalıb. Söhbət Şəmkir rayonunun Çınarlı qəsəbəsində yerləşən Şəhid Etibar Həsənov adının bir saylı tam orta məktəbdən gedir. Bir daha aidiyyəti qurumlardan xahiş edirik ki, burada göstərilən problemlərə diqqət ayırsınlar. Yəni, onlar bu məsələni həll edəcək, biz onlara təşəkkür edəcək, onların uğurları olacaq. Elə ilk olaraq da gəlin vətəndaşların göndərdiyi əsas problemlərə keçid alaq. Gördüyünüz kimi bu məktəb çox bərbad haldadır. Nə qapısı var, nə pəncərəsi var, nə də polu var. 30 il ərzində heç bir iş görülmüşdür. Kanalımıza müraciət edən Şəmkir rayon sakini Bəhman İsmailov bildirir ki, Şəhid Etibar Həsənov adına olan bir saylı tam orta məktəb çox bərbad vəziyyətdədir. Şagirdlər qış aylarında demək olar ki, məktəbə gedə bilmirlər. Gedəndə də tez-tez xəstələnirlər. Baxımsız sinif otaqları və dəhlizlər, qırıq ayna və qapılar, şüşəsiz pəncərələr. Görüntülər Şəmkirin Çınarlı qəsəbəsindəki Şəhid Etibar Həsənov adına bir saylı məktəbdəndir. Mesajda da tamaşaçımız yazıb ki, Şəmkirin Çınarlı qəsəbəsində bir saylı məktəbin nə qapısı var, nə pəncərəsi.
Yağış yağır, yer də polu da yoxdur deyir. Ona görə uşaqların paltarları səliqəli qalmır. Şəmkirin Çınarlı qəsəbəsi. Əzizlər, gördüyünüz kimi bu məktəb 30 ildən çoxdur ki, bu vəziyyətləri bu durumdadır. Gördüyünüz kimi biz hardasa bir neçə aylardır, bir il yaxındır ki, mübarizəmizi aparırıq ki, inşallah şəhrimizin adını daşıyan bu məktəb tez bir zamanda təmin olunsun və burada şagirdlər sağlam bir şəkildə öz dərslərini çəksinlər. Gördüyünüz kimi məktəb çox bərbad bir gündədir. Qapısı yox, pəncərəsi yox. Dəfələrlə bu məktəb haqqında öz şikayətimizi bildirsək də hal-hazırda heç bir dəyişiklik yoxdur. Bir çox sinif otaqlarında isə nəinki qapı və pəncərə, heç döşəmə taxtaları da yoxdur. Valideynlər deyir ki, zamanla dağılıb sıradan çıxan döşəmə taxtaları soyuq qış aylarında sinif otaqlarını isitmək üçün yanacaq kimi istifadə olunur. Vaxtilə bu geniş və işıqlı olan sinif otağı hal-hazırda istifadə olunmur. Buna səbəb isə sinif otağının tamamilə yararsız vəziyyətdə olmasıdır. Məktəbin mövcud vəziyyəti ilə bağlı ən çox narahatlıq keçirənlərdən biri də adını daşıdığı şəhid Etibar Həsənovun anasıdır. Mən bu məktəbi əməlli başlı gül kimi görsəm, elə bilərəm balam yaşayır. Yəni balamın adınadır. Heç olmasa onun adına gedən məktəb bizi diriltsin. Məktəbin ən böyük problemlərindən biri də istilik sisteminin olmamasıdır. Siniflərdə odun sobaları qurulsa da, qapı pəncərələrin yararsız vəziyyətdə olması otaqların isinməsinə imkan vermir. Şəhid Etibar Həsənovun anası da övladının adını daşıyan məktəbin bu vəziyyətdə olmasından narazıdır. Mənim oğlum da gör bu məktəbdə oxuyub, qutarıb, 30 ildir şəhiddir. Onun adını daşıyır, amma mən onun adına yaraşdırmıram. Elə valideynlər var, buradan uşaqlarını köçürdüb o biri məktəblərə qoyub. Məktəbin acınacaqlı vəziyyətindən ən çox narahatlıq keçirənsə adını daşıdığı şəhid Etibar Həsənovun anasıdır. Onun adına olan məktəbi, onun kimi, gül kimi görsəm, elə bilərəm oğlum yaşayır. Bilirsən nə var? Amma bunun məktəbini belə görəndə, vallahi balamın ürfaqı elə bir yaşamır. 92-ci ildə nə qədər dəfələrlə yazmışam, mən anayam, gözəmirəm. Mənim uşağım bu dəqiqə mənim nəvələrim burada oxuyur. Yazmışam, gəliblər, çəkiliblər, amma davamını görmürəm. Mənim nəvəm bu məktəbin yanında olur, bura gəlmədi. Çünki şəraiti yoxdur, bərbad haldadır. Müəllim var, yaxşı müəllimləri var. Şərait yoxdur, nə şərait edəsiniz? Özünüz gördünüz də, baxdınız. Ona görə də o biri məktəbə bağlı qoymuşuq. Tikilən gündən bugünkü günə kimi hələ burada bir təmir iş görülməyibdir. 800 nəfəri məktəb, indi olubdur 300 nəfəri, o da heç tam gəlmir. O da günü-gündən azala gedir. Nə qapısı var, nə polu var, nə pəncərəsi. Bilmirik biz uşağın təhsilindən maraqlanaq, yoxsa sağlamlıqla maraqlanaq. Paslayan aparıq həkimlərə. Çünki pəncərələr yox, bütün günü soyuq. Pəncərələr yox, pol yox, qapı yox. Ona görə də uşaqlar gələ bilmirlər. Gələn uşaq xəstələnir, bir dünya müalicəyə pul gedir, həkimlərə qalırlar. Bu sinifi polunu söküb, obsiddə yandırırlar. Yəni vəziyyət çox bərpa pis haldadır. Aynaları salafan çəkirlər. Bu gün salafan çəkir, sabah külək olan kimi böyük aynadır. Qış sezonu demək olar ki, davamiyyət yoxdur. Nəyə görə soyuq olur, şərait yoxdur, istilik yoxdur. İstilik olsa yaxşı olar məktəb. Uşaqlarımız da təhsil ala bilər. Çınarlı qəsəbəsinin sakiniyəm. Hüseynov Almaz qoca qızı. Mənim nəvələrim də bu məktəbdə oxuyur. Nə yanacağı var, nə polu var, nə patoloku var. Bir dənə bir düzəməlli istilik sistemi yox, bir şey yox. Biz buraya gəlişmişik ona görə ki, bizim uşaqlar şəhid Etibar Həsənov adına məktəbdə oxuyur. Müəllimələrdən heç bir narazılığımız yoxdur. Dərslər yüksək səviyyədə keçirilir, ancaq şəraitdən çox narazıyıq. Pol yox, aynalar, şüşələr yox, qabağa qarlı qış gəlir. Mən çox istəyirəm ki, məktəbimiz düzəlsin. Mən hamıya deyim ki, bizim çox qəşəng məktəbimiz var. Əvvəla salam hamınıza. Mən də hamı kimi təzə məktəbdə oxumaq istəyirəm. Bu məktəb çox qırıqdır. Bizim siniflər, nətər deyimi, yoxdur. Sinif çox soyuq olur. Bizim məktəbin qapıları çox pis gündədir. Məktəbin qapıları yoxdur. Bəzi uşaqlar var məktəbə gələndə tez-tez xəstələnir. Buna görə məktəbimiz pis gündədir. Bizim məktəbimiz çox bərbad haldadır. Mən burada oxuyandan yəni yaxşı vəziyyət görməmişəm. Məktəbimizin aynaları, polları, hər şey pis gündədir. Biz də istəyək ki, yaxşı məktəbdə oxuyaq, yaxşı təhsil alaq.
məktəbimizin də yəni belə deyim, pis gündə təmiz heç kim məktəbə gəlmək istəmir vəziyyətə görə. Biz də tez-tez xəstələndik qış olanda. Etibar Sınavında bir saat tam orta məktəb çox bərbad gündədir, polları yox. Qışda pol əvəzinə, qışda polları kəsib odun əvəzinə yandırırlar. Biz də istəyərik ki, yaxşı məktəbdə təhsil, təhsilimiz yaxşı olsun. Mən 6 ildir bu məktəbdə oxuyuram. 6 ildə mən burada da bir şərait görməmişəm. Yəni bir pollar bərbad gündədir. Odun yandırırıq məktəbdə. Xəstələnirik, məktəbdən qalırıq, təhsil ala bilmirik. Bəzi müəllimlərimiz də bu dəqiqə xəstədir və uşaqlar da daxil ona. Çox soyuqdur. Həqiqətən də çox soyuqdur və biz üşüyürük. Məmmədov Rəhbər Məmmədoğlu. Məktəb haqqında deyə bilərsiniz? Məktəb haqqında məktəbi düzəltmək lazımdır. Mənim uşağımız oxuya bilmir, girə bilmir, soyuqdan dura bilmir. Aynalar qırıq, qapılar qırıq. Məktəbin içinə girirəm, nə polu var, nə qapısı var, nə bir şey var. O məktəbdə heç bir şərait görməmişəm. Məndən qabaq oxuyanlar da deyir ki, bu məktəb çox pisdir, biz üşürük, aynalarımız, pəncərələrimiz qırıqdır və biz bu məktəbin təmir olmağını istəyirik. Və sonra bizim qapılarımız qırılır. Mən Musayev Elman, mən 6 sinifində oxuyuram. Mən 6 ildir oxuyuram. 6 ildir mən bu məktəbdə şərait görməmişəm. Bizim aynalarımız, pəncərələrimiz qırıqdır. Biz polu pesə yandırıb qızılmaq üçün yandırırıq. Məhəmmədova Aysiyam, 6 ildir bu məktəbdə oxumuşam və mən bu məktəbdə heç şərait görməmişəm. İstərəm ki, məktəbimiz təmir olsun. Hətta dərs keçəndə qorxa-qorxa keçirib pollar qırıqdır. Məktəbimiz Etibar Həsənovun adınadır. Etibar Həsənov da şəhidimizdir. Məktəbimizin adını daşıyır. İstər ki, o da istərdi ki, yəqin ki, qalsa məktəbimiz təmir olsun. Şəmkir rayon Çınarlı qəsəbəsində şəhid Etibar Həsənovun adını daşıyan orta məktəb biabırçı vəziyyətdədir. 30 ildən çoxdur ki, məktəbin əsaslı təmirə ehtiyacı var. Hər tərəfi uçub dağılıb. Artıq elə bir vəziyyət yaranıb ki, şagirdlərin həyatı üçün ciddi təhlükə hökm sürür. Misiya TV-yə şikayət edən Şəmkir rayon Çınarlı qəsəbə sakinlərinin sözlərinə görə şəhid Etibar Həsənovun anası, eləcə də digər valideynlər məktəbin təmiri ilə bağlı dəfələrlə əlaqədar qurumlara müraciət etsələr də bunun heç bir nəticəsi olmayıb. Bugün geridə qalmış Afrika ölkələrində belə bu cür məktəblərə rast gəlmək olmaz. Belə acınacaqlı vəziyyətdə olan məktəbdə hansı təhsildən, hansı elmlə danışmaq olar? Şikayətlərimizə baxan yoxdur deyə şikayətçilər bildirirlər. O da qeyd olunur ki, şagirdlər dərslərdən yayınır və buna görə də kimisə qınamaq olmaz. Çünki söhbət insan həyatına yaranmış təhlükədən gedir. Kadrlardan da göründüyü kimi sinif otaqlarının tavanı, döşəməsi dağılıb, qapı pəncərələr tamamilə sıradan çıxıb. Maraqlıdır, Təhsil Nazirliyinin belə bir məktəbdən, daha doğrusu məktəb adını daşıyan bina qalıqlarından xəbəri varmı? Ümid edirik ki, əlaqədar qurumlar Şəmkir rayonu Çınarlı qəsəbə məktəbinin halına acıyıb müvafiq təmir bərpa işləri başladacaqlar. Məsələ ilə bağlı Şəmkir rayonu icra hakimiyyəti ilə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Qurumun rəsmi saytındakı əlaqə bölməsində qeyd olunmuş nömrələrə gün ərzində cavab verən olmadı. Leyla Səməndər, Heydər Həsənli, Misiya TV. Təhsil ocağının nə qapısı var, nə də ki pəncərəsi. Şəmkirin Çınarlı qəsəbəsində məktəb viranə qalıb, valideynlər həyəcan təbili çalır, araşdırmışıq. Nə qapısı var, nə də ki pəncərəsi. Diqqətlə baxsan, qəzalı vəziyyətdə də deyil, amma həm də bir növ tərk edilmiş viranəliyə bənzəyir. Söhbət Şəmkir rayonunda yerləşən təhsil ocağından gedir. Uzun sözün qısası, tam orta məktəbin natamamlıqları saymaqla qutaran deyil. Övladlarını hər gün o məktəbə təhsil arxasınca yola salan valideynlərin şikayəti əsasında Şəmkirin Çınarlı qəsəbəsində yerləşən orta məktəbə yollandıq. İzləyək. Oy, oğul, bəlkə də 50 dəfə deməkdən yoruldum, başına dolanım, yazmaqdan bezdim. Həftənin o başı, bu başı uşaq xəstəxanaya müalicə alır. Uşaqlar pol gelir, pol yarılır, yoxdur, ayna yox, qapı yox. İlk baxışdan qorxu filmlərinin pavilyonuna bənzəsə də, bura hazırda yüzlərlə şagirdin təhsil aldığı məktəb binasıdır. Görüntülər Şəmkir rayonu Çınarlı qəsəbəsi Etibar Həsənov adına tam orta məktəbdəndir.
Maraqlısı ondadır ki, tərk edilmiş viranəlikdən fərqlənməyən bu tikilinin sinif otaqlarında hər gün dərs keçilir. Sinif otağı dedikdə gözünüzdə canlanan mənzərəni yaddan çıxarın. Çünki Çınarlı qəsəbə məktəbinin otaqları həmin stereotipləri yerlə bir edəcək. Məsələn, buradakı otaqları bir-birindən ayıran sadəcə köhnə, ovulub tökülən divarlardır. Siniflərin nə qapısı var, nə də pəncərəsi. Yaxşı deyiblər, görü var ki, kəfəni də olsun. Belə ki, məktəbdə heç döşəmə də yoxdur. Bəzi yerlərdə çürümüş taxta döşəmə qalıqları olsa da, bəzi otaqlar sanki dəniz kənarı qumsaldır. Binadakı ekskursiyamıza bir qədər fasilə verib onu da qeyd edim ki, binanın çölü də içindən geri qalmır. Pəncərələr şüşə üzünə, şagirdlər və məktəb kollektivi isə istiliyə həsrət qalıblar. 88-də təhvil verdik buranı, bax bu binanı, 88-də. O vaxtdan da bərbad günəş küfdə, yəni dedim var. Yox, olunmuyubdur. 88-dən bura təmir olunmuyubdur. Uşaqlar pol gelir, pol yarılır, yoxdur, ayna yox, qapı yox. İstiliyi, soğuğu, atəflər yalandan şəkildir ora qoyulub. Amma burada su qızırdı, buradan verilirdi pramay bura. İndi yoxdur. Heç olmasa bir gələndə bir isti yerdə otursunlar. Bilsinlər ki, valideyn uşağı göndərəndə uşaq xəstələnməyəcəkdir. Nəyə görə? Uşağı mən bərbad vəziyyət məktəbə göndərməliyəm. İstilik demişkən, təhsil ocağının istiliyi odun sobaları ilə təmin olunur. Daha doğrusu buna cəhd edilir. Təsəvvür edin, qapısı pəncərəsi qırıq binanı isitmək nə dərəcədə ağla sığandı. Övladını təhsil ardınca yollayan valideynlərin əsas gileygüzarı da məhz budur. Yeni tədris ilinin başlamasından heç bir ay keçməyib. Amma bu məktəbin şagirdləri çoxdan dava dərmana möhtac qalıb. Məktəbimizdə qazanxanası yoxdur. Məktəbimizin aynaları təmiz, hamısı yağınlıq ucbatından hamısı çürüyüb. Aynalarımız pis vəziyyətdədir. İçəridə soyuq olur, uşaqların xəstələnməsinə səbəb olur. Həftənin bu başı uşaq xəstəxanaya müalicə alır. Onun da heç bir xeyri yoxdur. Uşaqlarımız dərsdən yayınır. 35 ildən çox ki, bərbad gündədir. Nə qapısı var, nə pəncərəsi var, nə polu var. Yəni odun yanırlar. Odun yanılmağın bir mənası yoxdur. Çünki qapı pəncərə olmayanda nə xeyri var o? Yağış damlayıb, bütün günü suyun içindədir, xəstələnirlər, bastan aparır həkimlərə. Şikayətçilərlə söhbət zamanı o da məlum oldu ki, tədris müəssisəsində heç sanitar qovşağı da yoxdur. Sinif otaqlarında rast gəlinən 1-2 qırıq partanı nəzərə almasaq, məktəbi elm ocağı edən əsas hissə kitabxana olub. Təəssüf ki, bir neçə gün əvvəl yağan mövsümi yağışlar kitabxanaya dolub. Nəticə etibarilə bütün dərsliklər və kitablar məhv olub. Yəqin ki, qeyd etməyimə ehtiyac yoxdur. Bəli, tikilinin dam örtüyü də özü kimi istismar müddətini çoxdan başa vurub. Beləliklə yağan yağışlar tək sinif otaqlarını yox, elə sakinlərin səbir kasasında doldurub. Oy, oğul, bəlkə də 50 dəfə məktublar yazmışam. Heç nə, yaxşı da bu. Oturaq yerləri yox, uçubdur. Bu dəqiqə ayağını polun üstündə ayağını keçir polun altına, elə sinif olur, elə məktəb olur, qurban olum. Deməkdən yoruldum, başına dolanım, yazmaqdan bezdim. Şikayətçilərin sözlərinə görə ard-arda etdikləri şikayətlərə 2011-ci ildə cavab alıblar. Bildirilib ki, yaxın vaxtlarda məktəb əsaslı şəkildə təmir olunacaq. Verilən vədə əməl olunub-olunmadığı isə göz önündədir. Əlqərəz, Çınarlı qəsəbə tam orta məktəbinin müqəddəratı ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən xəbər aldıq. İdarənin baş məsləhətçisi Nəcibə Vəliyeva Qasımova bildirdi ki, Bildiririk ki, adı çəkilən Şəmkir rayon Çınarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin cari vəziyyəti ilə bağlı məlumatlıyıq. Çınarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin qarşıdakı dövrlərdə təmiri nəzərdə tutulub. Son 2 ildə Qazax Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 70-dən çox məktəbdə cari, 4-ündə əsaslı təmir işləri aparılıb, 4 məktəb binası sökülərək yenidən inşa edilmişdir. Qeyd edək ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəllik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Məktəb binası tam olaraq nə zaman əsaslı təmirə bağlanacaq, bunu deyə bilmərik. Bircə bunu bilib, bunu deyirik ki, rahat və təhlükəsiz şərait keyfiyyətli təhsilin ayrılmaz hissəsidir. Yeri gəlmişkən, hazırda problemlə üz-üzə qalıb, probleminin qısa zamanda müsbət həllini görmək istəyənlər. Məncə artıq hara müraciət etməli olduğunuzu yaxşı bilirsiniz. Hər ehtimala qaynar xəttimiz 055 510 0202 nömrəsini bir daha diqqətinizə çatdırmaq istəyirəm. Problemləri bitməyən məktəblə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan sadəcə bildirdilər ki, məktəbin təmir olunması gözlənilir. Məsələ ilə bağlı bildirmək istəyirik ki, Çınarlı qəsəbə 1 saylı tam orta məktəb 2019-2023-cü illər regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb, təmir olunması gözlənilir. İstiliklə bağlı isə qış aylarında Çınarlı qəsəbə 1 saylı tam orta məktəb lazımı qədər yanacaqla təmin olunacaq. Məsələ ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəb təmiri planlaşdırılan təhsil ocaqlarının siyahısına salınıb. Regionların sosial-iqtisadi inkişaf proqramına əsasən bir sıra məktəblər 2019-23-cü illərdə plana salınıb. Onların içərisində Şəmkir rayon Çınarlı qəsəbə 1 saylı tam orta məktəbdə var. Məktəbin kollektivi və valideynlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də hələ ki bir nəticə yoxdur. Qazax Tovuz Regional Təhsil İdarəsindən ATV xəbərə bildirildi ki, məktəbin təmiri regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb. Təhsil ocağı gələn il əsaslı şəkildə təmir olunacaq. Məsələ ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən münasibət öyrəndik. Şəmkir rayon Çınarlı qəsəbə 1 saylı tam orta məktəbin mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq. Bu barədə bildirmək istəyirik ki, regionların sosial-iqtisadi inkişaf proqramına əsasən 2019-23-cü illərdə proqrama salınmış məktəblər təmir olunması gözlənilir. Onların içərisində Şəmkir rayon Çınarlı qəsəbə 1 saylı tam orta məktəbdə var. Şəhid adını daşıyan bir təhsil ocağının bu cür bərbad vəziyyətdə olması həqiqətən də utanc vericidir. Ümid edirik bu görüntüləri Təhsil Nazirliyi də izləyəcək və lazımi tədbirlər görüləcək. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Baxımsız sinif otaqları və dəhlizlər, qırıq ayna və qapılar, şüşəsiz pəncərələr. Görüntülər Şəmkirin Çınarlı qəsəbəsindəki Şəhid Etibar Həsənov adına 1 saylı məktəbdəndir. Yağış davamlı məşəqqəsi olur buralar. Uşağı bura gətirib məktəbə qoymaq istəyəndə qoya bilmirik. Çünki xəstələnirlər, pis gündə olur. 30 ilə yaxındır ki, təmir olmayan məktəbin bir çox sinifləri yararsız halda olduğundan istifadə olunmur. İstifadə olunan siniflərin isə bir çoxunda qapı və pəncərələr bu cür yararsız halda olduğundan hər qış siniflərin isidilməsi problemə çevrilir. İstərdik ki, verilişimizə baxan aidiyyəti qurumların əməkdaşları Şəmkir rayonu Çınarlı qəsəbəsinin belə acınacaqlı vəziyyətdə olan 1 saylı tam orta məktəbinin binasını tezliklə təmir edəcəklər.